Heydər Əliyev hökumətdədir, dövlətdədir, Qarabağ işğaldadır. Onda indiki Azərbaycanın prezidenti isə budur. Baxın, görürsünüz necə kef edir. Bunlar bununla deyirlər ki, biz Trumpla eyni ailə dəyərlərinin daşıyıcısı. Düz deyir. Bu da onun atası Heydərdir. Baxın, görün. Baxın, görün və bir də baxın, bir də baxın, bir də baxın, bir də baxın. Demək, belə bir əxlaqa sahib olan insanların rəhbərliyi altında yaşayan 10 milyona yaxın şiə xalqı, ola bilsin bəziləri də şiə deyil, müsəlmandır, müsəlman ümmətidir, fərq eləməz, şiə də olmasa müsəlman ümmətidir. Bu cür